Dedi, ya Resulallah, sana üçüncü bir sözüm də var, onu birbaşa sənə deməyəcəyim. Xahiş edirəm, mənlə xanım Zəhranı tək burax, mən o vəsiyyəti ona deyirəm. O sənə deyəcək. İndi baxın bu xanımda olan həqiqətən də imana. Peyğəmbər sallallahu aleyhi və səlləm durdu, otağı tərk elədi. Qızım Zəhra, gəl mənim yanıma. Mən atandan bir şey istəyirəm, amma xəcalət çəkirəm. Üzüm gəlmir ona deyim. Yenə də deyirəm, hər nəyini fəda edib. İndi nə istəyəcək, baxın, onu da üz-üzə deməyə xəcalət çəkir. Deyir, qızım, sən denən atavayı, mən istəyə bilmirəm ondan birbaşa. Deyir, nə deyim ona? Deyir, get ona denən ki, artıq mən hiss edirəm də bu dünyaya vida edirəm. Rasulullahdan istə ki, denən anam istəyir, amma xəcalət çəkir, sənə deyə bilmir. Vəhiy gələn zaman əba ki, əynində olurdu ya. Onu geyinirdi, o əbanı. İstəyirəm, mən öləndən sonra o əbanı mənə geyindirsin. Məni o əbada kəfəndən, mən qəbirdən qorxuram. Kim qorxur? Xədicə. Vay bizim halımıza ki. Təsəvvür edirsiniz? İndi Peyğəmbər sallallahu aleyhi və səlləmin əbası necə olub? Həzrəti Əlinin necə əbası olub? Bunlar köhnə bir əbanı istəməkdə belə həya eləyir bu xanım. Qızını vasitə kimi göndərir. İstəmirəm Rəsulullahdan istəyirəm. Bunlar necə ürək sahibi olublar? Necə insanlar olublar?